Bu orucluq dönəmində belə deyək, bir neçə saat qaldıqdan sonra bizim enerji depomuz düşür, yəni enerjimiz düşür və biz bu enerjini bərpa etməliyik ki, növbəti gün yenidən oruc tuta bilək. Bəli, Bəs bəli. bu dönəmdə biz hansı qidalara üstünlük verməliyik ki, bu enerjimiz yenidən depolansın və biz səhəri rahatlıqla, təkcə ac qalmaq deyil çünki oruc qalır, həm də orqanizmimiz belə deyək də normal olaraq zəifləyə bilər bu dönəmdə. Biz hansı qidalara üstünlük verək? Bayaq qeyd etdiyim o glikogen depoları, qaraciyərdəki o rezervimizi məhz o dediyiniz iftarda, sahurda tezliklə yerinə qoymalıyıq. Tezliklə o depoları doldurmalıyıq. Bunun üçün isə biz bəsit həll olunan karbohidratlara yox, kompleks həzm olunan karbohidratlara daha çox üstünlük tuturuq. Məsələn, belə deyək də, açıq desək, səhər nələr yeməliyik? O bəsit, kompleks dediyimiz, yəni bəsit olmayan karbohidratlarımız nələrdir? Bizim tam taxıllı məhsullar. Yəni ağ çörək, təndir çörək misal yemək yerinə bizim tam buğdadan ibarət olan, hansı ki o buğdanın orada dənəsi, qabıqları, lifləri, hər şeyi istifadə olunur. O belə el arasında qara çörək də deyirlər. Qara, boz fərqi yoxdur, amma orada hər şey istifadə olunduğu üçün onun rəngi ağ deyil. Söhbət ondan gedir. Çovdar çörək. Yəni kənd yerində bu özümüz buğdadan çörək bişirəndə görürük ki, şəffaf deyil rəngi. Bu bəli, tam o pürüzsüz bir görüntü yoxdur. Çoxdar çörək də buna misaldır və ya digər quru paxlallardan hazırlanan çörəklər buna misaldır. Sadəcə çörəkdən söhbət getmir, eyni zamanda məsələn meyvəni qabıqlı yemək sahurda yenə bu iyi bir enerjidir bizim üçün. Quru yağlı toxumlar dediyimiz, məsələn, qoz, fındıq, badam, bunlardan bir neçə ədəd istifadə eləmək, mütləq zolalı, yetərli istifadə etmək ki, bu da bizim uzun sürə toxluq dediyimiz enerjimizin düzgün balanslı xərclənməmizə səbəb olacaq. Yumurta, pendir, süd məhsulları, qatıq kimi və ya süd kimi bunların istifadəsi çox önəmlidir. Bol-bol tərəvəz istifadəsi önəmlidir. Tərəvəzlərin hətta su ilə zəngin olanını istifadə etmək bizim üçün sahurda çox önəmlidir. Məsələn, kahlı kimi, xiyar kimi, bəli. Həm də bizim su ehtiyacımızı qarşılayacaq, həm də bir posalif dediyimiz məhsulları bizə verəcək ki, onların o təbii qabıqları, bütün o hüceyrə divarları bizim bağırsaqlarımız üçün də xeyirdir, bağırsaq hərəkətlərimiz üçün də xeyirdir. Çünki uzun sürə aclıqlarda bilirik ki, ən böyük problemlərdən biri qəbizliklə mübarizədir və ya bağırsaq mikrobiotasında yaranan problemlər olur.